14 bab. Pərverdigar Yaqub əvlatlarına iç ağrıtıp, İsraillarni qaytadan yana özünün xalqi qilib tanlaydı. Pərverdigar ularni öz zeminiga o'rinlashtirdi. Shundaqla boshqa xalqlar kelib Yaqub əvlatlarına qo'shilishni umid qildi. O xalqlar İsraillarni İsrail xalqining öz zeminiga boshlab keldi. İsraillarning zeminiga yashash uchun kelgan bu xalqlar İsraillarga xizmat qildi. İsraillar burun özlerini esir qilganlarni esir qildi. Özlerini ezganlarga hukmronlik qildi. Pərverdigar sizlarni azob uqubatdan, qalayimqanchilikdan, rəhimsiz qulluqning bo'yinturuqidan qutuldurgan kunda sizlar Babul podshoyini munu so'zlar bilan masxira qilasizlar. Bu zo'ravon qandoq tugashdi ha? Uning mushtum zo'rligi qandoq oxirlashdi ha? Pərverdigar rəzillərinin küçünü bitçit qıldı. Zoravan hükümdarlarının səltənət hasillerini sundurdu. Ular qahir g'azab bilan to'xtamay hücum qilib əllərini yo'qotgan. Xalqlarga qahir g'azab bilan hukmronlik qilib, ularni hisobsiz ezgan. Ammo hozir butkul zemin tinchlanib aram oldi. Xalqlar xushallik bilan tantana qildi. Ey Babul podshohi, Livanning kiparis va kedir daraxtlari sening oqibatingdan cheksiz shodlanadi. Ular seni yo'qotgandan keyin hech kim kelib bizni kesmaydi deydi. Yer ostidagi o'liklar dunyosi seni xushal qarshi oladi. Burun yer yuzida hukmronlik qilgan o'liklarni uyg'otdi. Burunqi podshohlar chirigan taxtlaridan qo'pib seni kutib oladi. Ularning hammasi seni masxira qilib mundoq deydi. Senmu bizdek bechora bo'lding. Senmu bizning selpimizga qitilding. Sening hayvon sen bilan billa o'liklar dunyosiga kirib ketdi. Sening muzikalik tomoshalaringmi sen bilan billa dafna qilindi. Sen endi qurut qo'ng'izlarni selincha va yepincha qilasan. Sen qandoq bo'lib ko'kdan yiqilding? Sen osmondagi yo'riq yulduz, tongning nuri emasmiding? Qandoq bo'lib yerga tushib ketding? Sen yer yuzidagi davlatlarni gumron qilgan emasmiding? Sen o'z-o'zingga shundoq degan eding. Men arshga chiqib Xudoning yulduzlarining ustiga taxt quraman. Men hamon ilohlar yig'iladigan shimoldagi tog'ning ustida o'tiraman. Men bulutlarning ustiga yomishib chiqaman. Men ulug' Xudoga aylanaman. Ammo sen o'liklar dunyosiga tashlanding. O'liklar dunyosining eng cho'nqur qorong'u yeriga tashlanding. U yerda seni ko'ganlar sana tikilib qaraydi va sana nima ish bo'lganligini o'ylab mundoq deydi. Bu yer yuzini tavratgan va podshohliklarni titratgan heliqi odam emasmi? Bu odam dunyoni qaqoslikqa aylantirgan, shaharlarni xarob qilayotgan emasmi? Asirlarni qamab qo'yib, o'ylariga qayturmagan kishi shu emasmi?
barlıq əllərin padşahları şan şöhrəti bilən öz qəbrisində yatıdı. Amma sən xuddi qədirsiz şah şumbidək qəbrəngdin tortib çıxırlısan. Sən xuddi dəssəb çəylənən cəsədlərdək uruşda öldürülgənlər bilən billə cəsəd azqallarına taşlıb itilsən. O yerin ən çunqur qaranğı yeri senin joyun boludu. Sən başqa padşalığa oxşaş dəbnə qılmaysan. Çünki sən öz zeminini və xalqını vəyrançılıqqa düçar qılğan, bundaq rəzillərinin əvladı məngü tılğa ilinmğay. Bu adamның oğullarını yoqutuşqa tayar turunla. Ula öz əcdadlarının günahı üçün ölsün. Ula gene qaytıdan baş götürüp çıkıp yeryüzünü işgal kılalmısın? Yeryüzünü öz şehirleri bilen toldurmuşsun? Kudretlik Serdar Perverdigar mundaq deydi. Mən Babılğa qarşı ottırğı çıkıp onun namını, qep qalğan xalqını və əvladlarını yoxdu mən. Bu, Pərverdigarның sözlürüdür. Kudretlik Serdar Pərverdigar yenə mundaq deydi. Mən Babılni yavayı hayvanla makanıға, şundaqla sazlıqqa aylandırıb yetimən. Mən xuddi əxlətini süpürüb taşılğanğa oxşaş. Babılni yoxdu bitimən. Kudretlik Serdar Pərverdigar qəsəm qılıb mundaq deydi. Bu işla xuddi mən burunla iradı qılğınımdək yüz beridu. Mən qandaq bolışni iradı qılğan bolsam, işlamı şundaq boludu. Mən öz xalqımның zeminida asurlarni kukum talqan qılıman. Xalqımның tağlarida ularni dəssəb çəyləyman. Ularning salğan qulluq boyunturuqi xalqımның boynudun yulup taşlanıdı. Ularning iğir yükü xalqımның zimmisidin elib taşlanıdı. Bu mening pütkül yer yüzüge qılğan iradəm. Mening qolum pütkül əlləgi sozuldu. Bərhaq, kudretlik Serdar Pərverdigar iradı qılsa, qeni kim uni tosiyalaydı? Onun qolları gumran qılışqı tayarlansa, qeni kim uni toxtutalaydı? Padişah Axaz ölgən yili Pərverdigardın bu vəhi gəldi. Hey Filistiyaliklər, sizlər bizni uruduğan kaltak sundi deb aldırab quş bolup ketmanglar. Keyin çıqqan yılan köz əynəklik yılandır. Onundun tuğulğan yılan teximi zəhərlik uçar yılandır. Pekir miskinlərə yaydıgan nesi və berilidir. Muhtajlarmı xatırcəm yatıdı. Lekin mən Pərverdigar açarçılıq bilən yıldızlarını qurutumən, həmminlarını qırıb taşlayman. Hey Filistiyaliklər, dərvazlarında oturup nalı pəryat qılınlar. Şəhərlərində öksüb yığılanlar. Pütkül Filistiyaliklər, vəhimigi petinlar. Şimal tərəfdən bir qarı tütək kelidu. O, bir mu leşkiri səptin düşüp qalmaydıgan, bastırıp kelivatqan qoşundur. Filistiyaliklərinin Yerusalim'e əvətkən elçilərə qandaq cavab verildi. Pərverdigar, Siyonni müstəhkəm şəhər qılıb qurdu. Onun capakeş xalqi o yerdə panaqlıq tapdı.